Salam əziz Azərbaycanlılar. Qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibəti ilə başda Cənab Ali Baş Komandan olmaqla bütün dünya Azərbaycanlıları səmimi qəlbdən, öz adımdan və Misirdə yaşayan Azərbaycanlılar adından təbrik edir. Uca Allahdan sizə uzun ömür, can sağlığı və yeni nailiyyətlər arzulayıram. Əziz xalqım, əziz həmvətənlərim, hər birinizi zəfərimizin 5 illiyi münasibəti ilə və qarşıdan gələn dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Hər birimizə möhkəm can sağlığı, uğurlar və xoş günlər arzu edirəm. Hər birinizə bol-bol şanslar arzu edirəm və qalib xalqın qalib nümayəndəsi olmaqdan çox qürurluyam və fəxr edirəm. Can Azərbaycanımızın böyük zəfərinin 5-ci ilini kutlar ve Dünya Azerbaycanlılar Dayanışma Günü'nü de kutlarım. Hamınıza sevgiler, salamlar. Dünya Azərbaycanlılarının Həmrəylik günü və zəfərimizin 5 illik münasibəti ilə Azərbaycan xalqını ürəkdən təbrik edirəm.